Bir müddət öncə vəziyyət belə idi. İndi isə evlərin zirzəmilərinə su dolub. Görüntülər paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Massiv İpək yolu döngə alt ünvanındandır. Sakinlərin sözlərinə görə illərdir vəziyyət bu cürdür. Oradan ki magistral kanalizasiya keçir. İndi onun heç yeri də məlum deyil. Oradan ki balaca çiskin olan kimi kanalizasiya daşır. Daşır oradan o yoldan gəlir, indi gedib yaxarıq oradan. Buradan heç balaca maşın da keçmir ha. Araz kimi axır. Axır buradan verir evlərə, oradan o sexin yanından sağa dönür gedir kanalizasiya. Evlərdəki padvallar hamısı dolubdur su ilə. Yaşamaqdır bu. Uşaqlar məktəbə gedə bilmir. Uşaq işə gedənlər işə gedə bilmir. Hamısı qalıbdır suyun içində. Həftələrlə qalıq bu suyun içində. Aylarla qalıq. Mən nə qədər motor olmalıyam. Yanır bir də Allahım, yanır bir. Vəziyyətimiz 14 ildir bizim günümüz belə. Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət ediblər, lakin heç bir nəticəsi olmayıb. Yağış yağdı su. Hamının and olsun Allah. Bu kişi o özəxi qonşuya biraz zabor çəkib ki, ora gəlib dolur onun evinə, bizim ev eləncik. Hamısı. Yəni müraciət 50 dəfə edib. Hər yerə. Heç nə. Mən gəlib baxan da yox. Lükləri baxan da olsa, lükü çəkdilər, biraz su gedir. Çəkmədilər, su yenə qalır burada. Demişlər, deyirlər biz ona eləsək, vurub bu yandan çıxacaq. Məsələn, belə bir şey deyirlər. İndi şahidimiz oldu, şəhərdə bütün evlər, qoyduğumuz xarçımız, hamısı basır, evin eşimiz dağılır. Bir dəqiqə gedib bizim evə də baxın, bu elansa baxın, bak iki patoloqa çıxmış inanmışlar. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. İri şəhərlərin birləşmiş su təchizatı xidməti ilə də əlaqə saxladıq. Qurumdan Xəzər xəbərə bildirildi ki, bir müddət öncə nasos stansiyasında qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir.